Bismillahirrahmanirrahim. Biz insanlar, əksəriyyətimiz digər insanları öz sözümüzlə, öz müəyyən hərəkətlərimizlə incidirik. İstər bilərəkdən, istər bilməyərəkdən olsun. Amma dərk etmirik ki, digər insanları, başqasını incitmək çox zərərli bir şeydir. Başqasını incitməyin ziyanı barəsində Əli əleyhissalam buyurmuşdur. Kim xalqın inciməsinə səbəb olan şeyə tələssə, yəni düşünmədən danışsa və ya onların meyil və istəyinə zidd bir iş görsə, onun barəsində bilmədikləri şeyi danışarlar. Çünki insan birindən inciyəndə təbii olaraq onun barəsində eşitdiyini və ya yalan deməkdən çəkinmir. Allah həmd eləyir öz cəlalına bizləri başqasını incitməkdən çəkindirsin, başqasını incidənlərdən qərar verməsin inşallah.